Bir dənə yumurtanın sayı olmaz. 2 dənə olmaz, hə? İndi adam o deyir 10 dənə yumurta yeyirəm. Bir dənə yumurtadan az. Çünki yumurtanın tərkibində 1100 milliqram xolesterin var. Bir yumurtada. Bədən də bunun 650-sini özü istehsal edir. Belə insan özü səhv dedi. 1100 milliqram özü istehsal edir. 550-600 milliqram yumurtanın böyründən sonra yumurtanın içində var. O sənin bir günlük xolesterinin verir. Sən 2 dənəsini yeyəndə bunu artıq orqanizmi xolesterin miqdarı normadan artıq olur. Biri bəsdir, hə? Bir dənə yumurta. Yumurtanın otur ki, misal balacalığından, böyüklüyünə baxmır. Yox, bir yumurta. Bir yumurta bəs. Bax, bunu da öyrənin. Bir yumurta bəsdirizdir. Bəs bu bir qaşıq bəs bir qaşıq zeytun yağına 12 damcı, mən hər səhər elə edirəm. 10-12 damcı limonun suyunu sıxıram, belə qarışdırıb içirəm. Niyə xəstə edirsən ki? Boş mədiyə. Dedilər qaraciyərə çox xeyri var. Çox xeyirdir, çox əladır. Mən onu deyirəm, niyə xəstə eləyirsən? Niyə 12 damcı eləyirsən? Biraz artırıram yəni, biraz artırıram. Limonu artır elə. Yəni o çox gözəldir. O qəbizliyə qarşı da. Çox gözəldir. Əgər hələ onun içərisinə bal da qatsan, əladır. İndi o sarı kökdür, çiya toxumudur, zəncəfil tozudur və yaxud da ki, kətan tozudur və yaxud da ki, darsın tozudur. O xəstəlikdə, məsələn, bilir, şəkər xəstəliyi varsa, təbii ki, darsın tozu daha yaxşı salır şəkəri, qatır qəbul edirsən. Çox düzgün edirsən. Doktor Dərya. Çox gözəldir. Maşallah. Allah can sağ olsun.